Vərəsəlik hər zaman müzakirə olunan və hər zaman aktuallığını qoruyan məsələdir. Çünki hər bir şəxs fiziki fəaliyyət göstərən və digər hər bir şəxsin öz mirası olur ki, o öləndən sonra həmin miras onun vərəsələr arasında bölgüsü qanunla müəyyən olunur. Vərəsəlik Azərbaycan Respublikasının mülki məcəlləsi ilə tənzimlənir. Qanun üzrə vərəsələr var və vəsiyyət üzrə vərəsələr var. Qanun üzrə vərəsələr əgər şəxs ölən şəxsin mirası üzərində hər hansı bir vəsiyyət qoymayıbsa, bu zaman qanun üzrə vərəsəlik ilə həll olunur. Yox, əgər vəsiyyət yazıbsa, bunun artıq digər hüquqi cəhətdən həlli qaydaları tənzimləməsi nəzərdə tutulmuşdur. Məsələn, təzə bir məsələ ilə rastlaşmışdım. Övladlığı uşaqlarla bağlı da eyni zamanda bildirmək istəyirəm ki, övladlığa götürülmüş uşaqlar da eyni dərəcədə doğma övladlar qədər vərəsədirlər. Bəli.